Günah Allahın xoşuna gəlməyən, əslində haramla eyni mənadadır. Biri fars dili kəlməsidir, biri isə ərəbcədən götürülüb, haram ərəbcə kəlmədir. Allahın xoşuna gəlməyən, özümüzə də zərəri olan əməllərdir. Hətta ayət-i kərimədə Allah Teala buyurur ki, Bəqərə surəsi 209-cu ayət-i kərimədə deyir ki, Allah Teala, bu qədər deyir, açıq dəlillər varkən, siz yenə də mi yanlış yollardasınız? Yəni, hər yer Allah Allah dərkən, hər yer, göy zikr edərkən, insanların qəlb gözünün bağlı olması və günah bataqlığında batması insanın tədricən ilk öncələr fərqinə varmır. Günah elə bir şeydir ki, yəni bir dəfə işləyəndə insan çox narahat olur. İkinci dəfə işləyəndə biraz az narahat olur. Üçüncü dəfə ümumiyyətlə onun üçün adiləşir. Ona görə günahın kiçiyi belə qəlbə bir qara ləkə salar və o qara ləkə get-gedə böyüyüb bizim üçün adiləşər. Allah bizi o günlərdən qorusun.